Deməli, indi də təzə bir tendensiya çıxıb. Bir balaca açıq-saçıq geyinən, milli mentalitetə çox da uyğun olmayan davranışlar sərgiləyən bəylər və xanımlar Aşura günündə ziyarətə gedəndə, hicab bağlayanda, namaz qılanda başlayırlar onları məsxərə eləməyə. Başlayırlar, sən dünənə qədər belə geyinmisən, sən dünənə qədər belə rəftar eləmisən, belə eləmisən, elə eləmisən, ancaq keçmişində nə var, başlayırlar onları qurdalamağa. Axı siz hansı haqla Allahın açıq qoyduğu rəhmət qapısını bağlamağa çalışırsınız? Nə qədər insanlar var ki, Aşura gününə qədər də açıq-saçıq geyinirlər. Aşura günü də açıq-saçıq geyinib selfie çəkib paylaşırlar. Belə olması yaxşıdır? Yoxsa Aşuraya qədər indi nöqsanlarla yaşayıb ancaq Aşura günü gələndə yenə də İmam Hüseynin ehtiramını saxlayan? Axı niyə düşünmürsünüz? Bu gün bir günlük belə olsa hicab bağlayan, bir gün belə olsa ziyarətə gedən, namaz qılan, sabah o bir günün hesabına hidayət oldu. Allahın haqq yoluna gəldi. Axı niyə istəyirsiniz insanlar Allahla bütün bağlarını qoparsınlar? Yəni nöqsanla yaşayan insanın bir gün belə olsa yaxşı olmaq haqqı yoxdur. Bir nəfər karvanla yol gedəndə yol kəsənlər onun bütün mal dövrətini oğruyur. O da əli boş evə qayıtmasın deyə həmin yol kəsənlərin izinə düşür və soraqlaşa onların qaldığı yeri tapır. İçəri keçmək istəyəndə qabağını kəsirlər və niyə gəldiyini soruşurlar. Bu da deyir ki, mənim bütün mal dövlətimi oğurlamışsınız, mən sizin başçınızla görüşmək istəyirəm. Onlar da deyirlər ki, başçı namaz qılır, gözdən namazı qutarsın, sonra görüşərsən. Başçı namaz qılıb qutarandan sonra bunu başçının yanına aparırlar və başçı soruşur, nə istəyirsən? Bu da hal qəziyyəni başa salır və başçı da deyir ki, əgər bu qədər ehtiyacın olmasaydı, bizim arxamızda gəlməzdin. Bunun pulunu verin. Pulunu alıb gedəndə üzünü başçıya çevirir və deyir ki, mən hər şeyi başa düşdüm. Oğurluq hara, namaz hara. Başçı da deyir ki, mən Allahla bütün bağları qoparmışam. İstəyirsən bir dənə bağ saxlamışam, onu da qoparım. Deyir, mən Allahla bir bağı saxlamışam. Allahın rəhmətinə gedən bir qapını açıq saxlamışam ki, nə zaman tövbə etmək istəsəm, o qapıdan gedim, o bağdan tutum, o ipdən tutum, Allaha doğru gedim. Niyə istəyirsiniz nöqsanla yaşayan insanların bütün həyatları nöqsan olsun, hətta həyatlarında bir dənə də xeyir olmasın? Niyə bunu istəyirsiniz? Bunu din tələb eləyib, bunu din istəyir. Əgər din adından danışırsınızsa, yalan danışırsınız.